Bismillah, elhamdülillah, ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala Quranda buyurur ki: "Və zəkkir fe inne'z-zikra tenfa'ul mu'minin." Xatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Günlərin bir günü Məkkə məscidlərinin birində oturmuşdum. Namaz bitdikdən sonra cemaatdan bir şəxs imamdan icazə aldıqdan sonra mikrofonu götürərək cemaat tərəfə yönəldi və illər öncə Məkkədə baş vermiş hadisə barəsində danışdı. Və dedi ki, illər öncə burada bir şəxs ev tikmək üçün torpaq alır, təxminən oranın pulu ilə 100.000 miqdarında bir torpaq alır. Və Məkkənin də adəti elədir ki, dağlıq yer olduğuna görə, dağlıq, qayalıq yer olduğuna görə və həmçinin də evlərin su xəzzanı evlərin altında inşa edildiyinə görə ev tikilincək öncə həmən ki ev tikiləsi yer müəyyən qədər qazılaraq aşağı salınır. Və qaya olduğuna görə bu prosesdə çətin və bir xeyli də vaxt aparır. Çünki patlatmağa icazə yoxdur Məkkədə. Yəni bu ərəfədə həmən ki qazıntı zamanı həmən ki torpağın sahibi aldığı torpaqdan bir xəzinə tapır. İllər öncəyə aid olmuş bir xəzinə tapır. Və həmən ki xəzinəni dövlətə təhvil verir. Və orada da elədir ki, şəri şəkildə hökm verildiyinə görə ümumi olaraq şəriətdə tapılan xəzinənin xums, yəni 1/5 zəkatı çıxarılır və qalan da həmən ki insan üçün halaldır. İstifadə edə bilər və dövlət də həmən ki xəzinəni o şəxsə geri iade edir. Və dövlət təhvil götürdükdən sonra həmən ki xəzinənin 1/5 zəkatını götürür və sonra həmən ki malı, tapılan xəzinəni sahibinə geri qaytarır. Subhanallah, siz fikir verin ki, insan illərdir əziyyət çəkir bir torpaq almaq üçün və sonra da illərlə əziyyət çəkəcək orada bir ev tikmək üçün. Və oradan tapdığı xəzinə ilə, xəzinənin pulu daha doğrusu təxminən 3.000 və daha artıq bir məbləğ edir. 3.000 yox, üzr istəyirəm, 300.000. Deməli 100.000-ə ərazini almışdı və oradan tapdığı xəzinənin miqdarı isə 300.000 edir. Və həmən ki şəxs o torpağın pulu da ona qayıtır və üstəlik ev də tikir və üstəlik də özü üçün bir ticarət, biznes qurur. Subhanallah, bizlərdən biri kim istəməz ki, belə bir nemətlə qarşılaşsın. Belə bir nemət həqiqətən də Allahın əta etdiyi bir nemətdir. Ola bilsin ki, bu nemətin çatmağına səbəb valideyninin və yaxud da babalarının əməli salih olmasıdır. Hər bir halda əsas bizə lazım olan buradakı Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinin nə qədər insana sevinc verəcəyidir axirətdə, cənnətdə. Fikir verin, dünyadaykən insan belə bir xəzinə ilə rastlaşarsa, nə qədər sevinər, xoşbəxt olmasına səbəb olar və dünya və axirət səadətinə çatmasına səbəb olar. Rahat həyat yaşayar və Allaha daha rahat şəkildə ibadət edər və evladlarının Allahın dinini öyrənməsi üçün müəyyən qədər o puldan xərcləyər. Həm dünyası, həm də axirəti üçün xoşbəxt olmasına səbəb olar. Və görün Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, la havlə və la quvvətə illə billah, kənzun min kunuzil cənnə. Yəni bu kəlmə, la havlə və la quvvətə illə billah kəlməsi, deyir ki, cənnət xəzinələrindən bir xəzinədir. Subhanallah. Yəni bizlərdən, nə qədər də bu dünyada qalsaq, bu xəzinəni qoyub getməliyik. Evladlarımıza və yaxud da ki, istəmədiyimiz bir şəxslərə bunu qoyub getməliyik. Amma cənnətdə tapılan xəzinə orada əbədiyyən bizdə qalacaqdır. Ona görə
bizim üzərimizə düşən la havlə və la quvvətə illə billah kəlməsini çoxaltmaq. Yəni necə ki o insan dünyada o şəkildə sevindi və xoşbəxt olmasına səbəb oldu. Sevinci üzərinə sevinc gəldi. Eləcə də insan la havlə və la quvvətə illə billah zikrini çox edərsə, o insanın cənnətdə sevinci üzərinə sevinci artmasına və həmçində cənnətdə bir xəzinəyə və xəzinələrə sahib olmasına səbəb olar. Allahdan istəyirəm ki, Allah-u Teala bizə bu zikri daim etməyə müvəffəq etsin və bizi bu zikir üzərində davamiyyətli olmağa və çox etməyə və başqalarına da çatdırmağa müvəffəq etsin. Əmin. Esselamu aleykum və rəhmətullahi